Yaş artdıkca təcrübə qazanırıq, təcrübə isə bizə daha geniş baxış bucağı və müdriklik gətirir. İnsan böyüdükcə intuisiya, qabaqcadan duyma və daxili bilik güclənir. Həyatın daha yetkin çağlarında kim olduğumuzu, nəyə ehtiyac duyduğumuzu və bizi ali məqsədimizdən nəyin uzaqlaşdırdığını daha aydın şəkildə hiss edirik. Təcrübəli numeroloqlar, astroloqlar və mənəvi praktika ilə məşğul olanlar üç doğum tarixini xüsusi olaraq qeyd edirlər ki, bu tarixlərdə doğulanlar qızıl yaşlarında mənəvi qabiliyyətlərin və ekstrasensor duyumların daha güclü şəkildə inkişafına meyilli olurlar. Dördündə doğulanlar yenilikçi təfəkkürü və yaradıcı zəkası ilə tanınırlar. Gənclikdə tez-tez özlərini yad və ya kənarda hiss edə bilirlər, lakin yaş artdıqca anlayırlar ki, onların fərqliliyi əslində bir hədiyyədir. Qızıl yaşlarında bu insanlar dərin mənəvi kəşflər edir, intellektlərini və intuitiv güclərini yüksək inkişaf üçün birləşdirə bilirlər. 17-sində doğulanlar çox vaxt erkən yaşlardan məsuliyyət yükünü hiss edirlər. Saturnun təsiri altında onlar intizam, obyektivlik və dürüstlük kimi keyfiyyətləri inkişaf etdirirlər. Qızıl yaşlarda isə onların təbii aydın görmə qabiliyyəti və nəticələri qabaqcadan hiss etmək bacarığı daha da güclənərək müdrik və yetkin qərarlar vermələrinə kömək edir. 25-də doğulanlar Neptunun təsiri sayəsində daha yüksək enerjilərlə əlaqələndirilirlər. Gənclikdə onların həssaslığı bəzən həddindən artıq ola bilər, lakin yaş artdıqca öz enerjilərində möhkəmlənməyi və tarazlıq tapmağı öyrənirlər. Qızıl yaşlarında isə onlar tam şəkildə görən insan qabiliyyətlərini ortaya qoyub, özlərinə və ətrafdakılara məsləhət, şəfa və mənəvi rəhbərlik verə bilirlər.